Salam, üçüncü sual izahını çəkmək istəyirəm mən. Üçüncü sualda bizə deyir ki, məhsulun 40%-ni 30% zərərlə satan satıcı, qalan məhsul neçə faiz xeyirlə satmalıdır ki, ümumi satışdan 40-20% gəlir əldə etsin. Deməli, bu məsələləri necə yazırıq? Məsəl üçün, mən deməli 10 manatdan 10 ədəd bir məhsul almışam və mənim maya dəyərim olub 100 manat. Və mənə deyir ki, bunun 40%-ni satmışam. Əgər 40%-ni satmışamsa, deməli 4 dənəsini satmışam. 4 dənəsini 30% zərərlə. 30% zərərlə o deməkdir ki, yəni mən bu məhsulu 7 manata satmışam və mənim ümumi pulum olacaq 28 manat. İndi mənə deyir ki, qalan məhsulumun nə qədərdir? 6 ədəd. 6 ədədi mən neçə manata satmalıyam ki, neçə faiz xeyirlə satmalıyam ki, mənim ümumi gəlirim 20% olsun. Ümumi satışdan 20%. Deməli, elə eləməliyəm ki, 120 manat mənim xeyrim olsun. Və mən buradan 28 manata satmışamsa, 120-dən 28 çıxıram, qalır 92 manat. Aha. Deməli, mən məhsulu neçəyə satmalıyam? Əvvəl 10 manat idi. Yəni 10 manatı mən neçə faiz xeyirlə satmalıyam? Aha. Bunu həll etmək üçün neyniyəcəm? 10 üzərinə gəl. Deməli, %10 nə deməkdir? 0,1x bərabərdir 92 bölünsün 6. Buradan 0,1x bərabərdir 6-da 92 çıxılsın 10. Bunu da hesablasaq, 6-da deməli 60, 32. Buradan x-i tapsam, x da bərabərdir 32 bölünsün 6 bölünsün 0,1. 0,1-ə bölmək, yəni 320-ni 6-ya bölmək deməkdir. Buradan da ixtisar aparsaq 3, 160 bölünsün 3. O da bərabərdir. Deməli 53 3-də deməli 1. Yəni faiz. Mən məhsulu 53,3-də 1% xeyirlə satmalıyam ki, mənim məhsulumdan 20% gəlir əldə olunsun.